Xırdalan şəhərinin tam olaraq mərkəzi hissəsində 108 kvadrat metrdən ibarət qanuni 3 otaqlı mənzil təqdim edirəm sizlərə. Mənzilimiz Kupçalı mənzildir, dəyərli izləyicilər. Mənzildə yalnız aboy işləri qalıb, yəni tam olaraq şəxsi istifadə üçün təmir olunub. Əmlak sahibinin, yəni imkanı olmadığı üçün aboy işlərini saxlayıb. Bunlar da yaxşı üstün bir cəhətdir ki, zövqünüzə uyğun aboy seçimi ilə mənzili bəzəyə bilərsiniz. Daxil olarkən dəhlizdən sanuzel qovşaqları ayrı-ayrılıqdadır. Xırdalan şəhərinin tam olaraq mərkəzində Ekopark yaşayış kompleksində yerləşir. Mənzilimiz Kupçalı mənzildir. Yalnız nəqd şəkildə satılır. İpoteka kreditlə satılmır. Hamam otağıdır. Burada qarderoblu bir otağımız var. Bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. 2 ədəd sürətli lifti var. Qeyd etdiyim kimi Ekopark yaşayış kompleksi Xırdalan şəhərinin tam olaraq mərkəzində yerləşir. Belə bir yataq otağımız var. Otaq ölçüləri də çox gözəl, geniş ölçüdədir. Kompleksin həyətində geniş bir həyət hissəsi nəzərdə tutulub. Yaşlıların, uşaqların istirahəti üçün tam olaraq şərait yaradılıb. Binanın yeraltı avtodayanacağı var. Yerüstü geniş həyət hissəsi var. Bu ikinci yataq otağımız idi. Burada qonaq otağımızdır, mətbəximizdir. İndi keçəcəyik qonaq otağını tanış olaq. Burada yerləşir mənzilimizin qonaq otağı. Bir daha qeyd edim sizlər üçün 108 kvadrat metrdən ibarət tam olaraq qanuni 3 otaqlı mənzil təqdim edirəm sizlər üçün. Xırdalan şəhərinin tam olaraq mərkəz hissəsi Ekopark yaşayış kompleksində. Mənzilin yalnız və yalnız bir təkcə aboy işləri qalıb. Yəni digər bütün işlər tam olaraq görülüb. Mənzildə hal-hazırda mülkiyyətçi yaşayır. İndi isə sizə mənzilin mətbəxini təqdim edəcəm dəyərli izləyicilər və oradan da videonu tamamlayacağam. Buyurub əlaqə saxlaya bilərsiniz. Mənzilimiz çox gözəl, səliqəli təmir olunub şəxsi istifadə üçün. Hissədə yerləşir mənzilimizin mətbəx hissəsi. Mətbəxi də çox gözəl, genişdir, işıqlıdır, yəni rahatlıqla stol qoyub otura bilirsiniz. Mətbəxdən də eyvana çıxışı var. Bu da mənzilimizin eyvan hissəsidir. İstilik sistemi də kombi sistemidir. Kombisidir, radiatorudur, quraşdırılıb. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz, bizi izləyirsiniz. Satışda olan əmlakınız barədə bizə məlumat verə bilərsiniz.